Salam, mən İSTİMEL Tədris Mərkəzinin mühasibatlıq və birci müəllimi Fatimə Bədəlzadə. Bugün sizə maliyyə uçotunun mühüm elementlərindən biri sayılan dividend anlayışı haqqında danışacağam. Dividend təsisçinin mənfəətdən götürdüyü pay hesab olunur. Bu cümlə nə deməkdir? Gəlin bu cümləni biraz açaq. O deməkdir ki, ümumiyyətlə hər bir hesabat dövrünün sonunda müəssisə ya mənfəət yaxud da zərər əldə edir. Əgər müəssisə mənfəət əldə edərsə, bu zaman müəssisənin yaradan şəxslər, yəni müəssisəni təsis edən şəxslər bu mənfəətdən müəyyən qədər pay götürmək hüququna malikdirlər və onların götürdüyü həmin pay dividend adlanır. Dividend anlayışı müxavirləşmələrdə öz əksini necə tapmalıdır? Gəlin indi isə bir məsələ üzrə ona baxaq. Tapşırığımız belədir. Təsisçi mənfəətdən 300 AZN dividend götürdü. Bu zaman biz müxavirləşməni qurmaq üçün müxavirləşmənin qaydasına əsasən 2T hesab açmalıyıq. Bilirik ki, müxavirləşmə müəssisədə baş verən əməliyyatın bir hesabın debet hissəsinə yazılmasına, digər hesabın isə kredit hissəsinə yazılmasına deyilir. Bu zaman 2T hesab açıram və bu T hesablara birinə dividend, digərinə isə müəssisədə azalan pul vəsaitini qeyd edirəm. Çünki bizdə götürülən dividend eyni zamanda müəssisədəki pul vəsaitini azaldır. Pul vəsaiti müəssisəyə fayda verən aktiv hesab olduğuna görə qaydaya əsasən azalması T hesabın kredit hissəsində baş verəcək. Bu zaman 300 AZN-i bu hissəyə yazıram. Eyni zamanda dividend hesabı pasiv hesabdır. Yəni maliyyə bərabərliyi düsturuna əsasən, düstur burada qeyd etsək kiçik bir şəkildə bərabərdir. Öhdəlik üzərinə gəlsin kapital, üzərinə gəlsin gəlir, minus xərc, minus dividend. Düstura əsasən aktivlər digər tərəfdə, passivlər də digər tərəfdədir və passiv hesabların artması krediti, azalması isə debeti göstərir. Dividend hesabında passivlər sırasında yerini aldığına görə qayda ilə artma kredit, azalma debetdə olmalıdır. Lakin qarşısındakı mənfi işarəsi onu özünü aktiv kimi, yəni pasivi əks bir şəkildə aparmağa sövq edir. Bu nə deməkdir? Yəni ki, dividendin qarşısındakı mənfi işarəsinə əsasən biz dividendin artmasını debetdə, azalmasını isə kreditdə göstərməliyik. Bu zaman 300 manatı da mən bunu da götürüb burada yazıram. Müxavirləşməmiz belə oldu. Dividend hesabı debet hissəsində 300 manat artdı. Pul vəsait hesabım kredit hissəsində 300 manat azaldı. Belə, izlədiyiniz üçün təşəkkürlər.